Rusiya prezidenti Vladimir Putin döyüşlərin dayandırılması üçün şərtini açıqlayıb. APA-nın Moskva bürosunun xəbərinə görə Qırğızstana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Putin deyib ki, Ukrayna qoşunları tutduğu əraziləri tərk etdikdə döyüşlər dayanacaq. O vurğulayıb ki, Rusiya Ukrayna ilə razılığa gəlmək istəyir. Lakin bu hazırda hüquqi cəhətdən mümkün deyil və ən əsası qərarların beynəlxalq səviyyədə tanınmasıdır. Putin bildirib ki, Krasnoarmeysk və Dimitrov tamamilə mühasirəyə alınıb. Onun sözlərinə görə, Volçansk demək olar tamamilə Rusiya silahlı qüvvələrinin əlindədir. Rusiya lideri qeyd edib ki, Severskdə Rusiya silahlı qüvvələri 8000 binadan 1700-ünü ələ keçirib. Vladimir Putin onu da qeyd edib ki, Rusiya qüvvələri Zaporojye vilayətində şimal istiqamətində sürətlə irəliləyir. Qulyaypoleyə çatıb və irəliləməyə davam edəcək. O, Ukrayna silahlı qüvvələrinin Zaporojye istiqamətindəki cəbhəsinin dağılması ehtimalı barədə xəbərdarlıq edib.